Bu cür kriminal hadisələri sevirsinizsə, takip edərək mənə dəstək ola bilərsiniz. Sizcə bir insan nə qədər qəddar ola bilər? Bu adam Andrey Çikatilo. Kənardan baxanda sıravi bir müəllim, qayğıkeş bir ailə başçısı və partiya üzvü idi. Amma o SSR tarixinin ən qanlı seri qatili Rostov qəssabı idi. Hər şey 1936-cı ildə Ukraynada başladı. Çikatilo dəhşətli bir aclıq dövründə böyüdü. Anası ona hər gün bir hekayə danışırdı. Böyük qardaşın Stefan qonşular tərəfindən qaçırılıb və yeyilib. Bu qorxunc hekayə onun psixologiyasını hələ uşaq yaşlarından məhv etdi. O böyüdükcə normal münasibətlər qura bilməyən, daxilində böyük bir nifrət bəsləyən birinə çevrildi. 1978-ci ildən 1990-cı ilə qədər o meşələrdə, qatar stansiyalarında pusqu qurdu. Qurbanları əsasən müdafiəsiz uşaqlar və gənc qadınlar idi. O sadəcə öldürmürdü. Çikatilo qurbanlarını parçalayır və ağlasılmaz vəhşiliklər edirdi. Tam 12 il ərzində 53 nəfəri, bəlkə də daha çoxunu amansızlıqla qətlə yetirdi. Videonu durduraraq qurbanların adlarına və yaşlarına baxa bilərsiniz. Bundan əlavə, yorumdakı linkdən Çikatilonun qurbanlarına etdiyi vəhşiliklərin şəkillərinə baxa bilərsiniz. Amma bunun həssas və ürəkbulandırıcı olduğunu unutmayın. Buna görə qərar verin. Əslində polis onu bir dəfə tutmuşdu. Lakin inanılmaz bir bioloji xəta baş verdi. Onun qan qrupu ilə qurbanların üzərindəki sperma nümunəsi uyğun gəlmədi. Tibb tarixində nadir görünən bu hadisə qatili yenidən küçələrə buraxdı. Polis bu səhvi anlayana qədər o daha onlarla can aldı. Nəhayət 1990-cı ildə meşə əməliyyatı zamanı polislər onu izləyərək həbs etdi. Məhkəmədə o özünü dəli kimi aparır, qəfəsin içində qışqırırdı. Qurbanların ailələri onu parçalamaq istəyirdi. 1994-cü ildə başından bir güllə vurularaq edam edildi. Andrey Çikatilo bizə ən böyük canavarların, bəzən ən sıravi görünən insanların arasında gizləndiyini sübut etdi. Bəs sizcə bu qədər cinayətin qarşısı daha tez alına bilərdimi? Yorumlarda yazın və bu seriyanın davamı üçün izləməyi unutmayın.